Salam vlog kanalımın değerli izleyicileri, her birinizi kanalımda hoş gördük. Gül həvəskarı, gül sevən izleyicilerim için bugün çok güzel bir gül dükkanını çektim ve sizlerle paylaşıram. Değerli izleyicilerim, sizlere söz verdiğim kimi yaza yaya doğru sizler için çok qəşəng videolar, vloglar çekeceğim. Bakın burada da çok güzel birbirinden fərqli güller var. Bunu belə alırsınız, aparıb özünüz iri bir qabın içerisine torpağa əkə bilərsiniz. Hem həyət gülləri var, hem ev gülləri var. Fərqli gülləri buradan əldə edə bilərsiniz. Baxın belə. Hamısı belə torpağın içindədir. Alıb aparıb iri qabın içində əkə bilərsiniz. Güllərin gözəlliyi adamı valeh eləyir. Baxın. Görürsünüz, çox gözəldirlər. İstədiyiniz gülü buradan tapa bilərsiniz. Birbirindən fərqli çox gözəl güllər var. Baxın, görürsünüz necə gözəldir, həm də fərqlidirlər. Bəzilərin qiymətləri üzərində yoxdur, amma çoxunun qiymətləri üzərində var. Hansının ki qiymətləri üzərində var, onları sizlərə göstərəcəm. Baxın, bunlar kaktuslardır. Cürbəcür kaktuslar var burada. Baxın, bu da gözəldir, üzərində qəşəng gülləri çıxır. Bunun da üstü başqa rəngdir. Bunun üzəri başqa rəngdir, biraz belə tüklü kimidir. Amma tikanlı deyil, adamın əlini incitmir. Alt hissəsi də biraz başqa rəngdir. Müxtəlif növ burada kaktuslar var. Sizlər də mənim kimi yəqin ki kaktusun gül açmağını hamınız görməmisiniz. Nadir hallarda olar ki belə kaktuslar bu cür gül açar. Burada kaktusun çox növü var. İndi hamısını çəkib bir sizlərə göstərəcəm. Həm ev gülləri var, həm həyət gülləri var. Hamısını bir çəkib sizlərlə paylaşacağım. Həyət üçün gözəl güllər var. Baxın belə həmişə yaşıldır. Gül də açır da bilirsiniz. Gül də açır. Sonra belə dipçəklər var. Bakın belə var. Onda dibindəki kötüyü də, bu hissəsi də bu güllərə çox qəşəng görüntü vermiş olur. Baxın, adları da hamısı qeyd olunub. Yazılıb burada fikus. Bu da ondandır və vaxtında burada hamısını sulayırlar. Baxın, bu da bambukdur. Bunu çox evlərdə rast gəlmişəm ki, bunu elə suyun içində belə saxlayırlar. Və qiyməti də baxın burada yazılıb 10 manatdır. Bir ədədi 10 manat. Sonra baxın nədir? Bu da güldür. Bu da təbii güldür. Mən ilk baxanda elə bildim ki, bu təbii deyil, amma təbii güldür. Və qiyməti də yazılıb 10 manatdır. Baxın, belə bir maraqlı gül var. Belə bunun adı nədir? Strelitzia. Hər bir gülün də adı üzərində qeyd olunur. Bunlar da dekorativ bitkilərdir. Həmişə yaşıldılar. 15 manatdır. Bunlar da gözəl güllərdir. 15 manatdır. Məncə aloya oxşayır. Aloyun bir növüdür məncə. Belə fikirləşirəm. 15 manatdır bunlar. Bunlar da 15 manatdılar. Bu pul gülü oxşayır biraz. Bu pul gülüdür məncə. Qəşəngdir bu da. Bu gülün də yarpaqlarına valih oldum. Çox qəşəngdir. Baxın. Bu da krasuladır. Bu da adı da qeyd olunub. Krasula gülü. Bunlar 15 manatdır. Qəşəng xırda yarpaqlıdır. Çox gözəl gülür. Görüntüsünə baxın, görün necə gözəl güldür. Bunun da adı krasuladır. Çox qəşəngdir. 15 manatdır bu da. Qeyri-adi, çox gözəldir. Bunlar hamısı otaq gülləridir. Satıcının bizə məlumat verdiyinə görə bunlar iri güllər də olsa, hamısı otaq gülləridir. Yəni hamısı bunlar ev gülləridir. Necə gözəldir, yarpaqlı qəşəngdir. Sonra bax, orada da. Bu da qəşəng güldür. Hamısı ev gülləridir. Bu güllərin də adı Sanseveriyadır. 25 manatdır. Bunlar da otaq gülləridir və rəngli. Baxın, çox qəşənglər, sarı rəng, ağ rəng, narıncı, çəhrayı, çox qəşənglər hər biri. Burada gördüyünüz güllər hamısı otaq şəraitində, yəni otaq şəraitində böyüyən güllərdir. Hamısı ev gülləridir. Yəni alıb belə otaqda, evdə saxlaya bilərsiniz. Bunlar da nə qəşəngdirlər. Çox gözəldir bu güldə.
Yarpaqları rəngli qəşəng. Bu gül səhv eləmirəmsə, deyəsən kala gül olmalıdır. Gül həvəskarları buradan hər növ gül seçib ala bilərlər. Yəni seçim çoxdur burada, həddindən artıq. Çox gözəldirlər, hər biri göz oxşayır. Bir-birindən gözəl. İndiyə qədər bu böyüklüyündə pul gülü görməmişdim. Çox iridir. Baxın, pul gülüdür, amma çox iridir və çox gözəldir. Bu gülün adını bilmirəm, üzərində də qeyd olunmayıb, amma çox maraqlıdır, çox qəşəngdir. Baxın, üzərində belə sanki meyvəyə oxşar gülləri var. İndi sizlərə tam təbii olduğu üçün, yəni sübut eləmək üçün baxın birini dərdim. Baxın, əzirik belə, görürsünüz, əzilir. Təbii güldür, çox qəşəngdir. Əgər bunun adını bilirsinizsə, mütləq yorumlarda yazın. Qiyməti də üzərində qeyd olunmayıb. Dükan çox iri dükandır. Qeyd etdiyim kimi burada hər zövqə uyğun, istədiyiniz ev güllərini kim ki həvəskardır, buradan əldə edə bilərsiniz. Nömrə də qeyd edəcəm sizlər üçün. Həmin nömrə ilə əlaqə saxlayıb gəlib ala bilərsiniz. Görün necə gözəldir. Bu gül də aloyun bir növüdür. Bu güldən bizdə olub, amma gül açmayıb. Yəni bunun gül açdığını ilk dəfədir ki mən görürəm. Baxın necə gözəl güllər açıb. Sarı-sarı qəşəng güllər açıb. Çox qəşəngdir. Qiyməti üzərində yazılmayıb. Bu da çox gözəl güldür. Buradan baxın, gül açıb. Burada dükkandakılar, yəni ev gülü olduğuna görə, ona görə ola bilər videom biraz sizlər üçün yəni tam işıqlı düşməyə bilər. Çünki yuxarıda baxın, yuxarıda gördüyünüz kimi gün yəni bu gülləri yandırmasın deyə əlavə olaraq tor da çəkilib yuxarıdan. Ona görə ola bilər ki, yəni videom biraz işıqlı alınmaz. Bu da yəni səbəbi budur. Güllərin yanmaması üçün tor çəkilib. Deməli, dükan şöbə-şöbə olduğu üçün burada baxın bu şöbədə də belə maraqlı güllər, ağaclar var. Bunu tam dəqiq bilmirəm indi bu həyətdə əkilmək üçündür. Baxın bu hissəsi turpa oxşuyur, çox maraqlıdır. Məncə bu həyət gülüdür. Üzərindəkilər baxın bunlar da elə yəni kauçuka oxşuyur. Bilənlər varsa bunların adlarını mütləq yorumlarda qeyd edin. Yəni hansı gülün adını bilmirəm, sizlər qeyd edin. Hissələri tikanlı olduğuna görə baxın buraya bu hissələri yaman tikanlıdır, amma bunlar yox, yumuşaqdır. Bu da məncə Kitayski rozadır. Nə bilirəm, cənub zonasında yetişir. Səhv eləmirəmsə bu da Kitayski rozadır. Mənə dəyər verən izləyicilərimdən xahiş edirəm ki, videomuzu bəyənməsini 5000-ə qaldırasınız. Əgər videomuzun bəyənməsi 5000-ə qalxsa, onda sizlərə söz verirəm ki, bundan da gözəl İnşallah irəlidə çəkilişlərimiz olacaq. Sizlər üçün qəşəng vloglar paylaşacağıq. Gözəlliyi görməyə göz istəyir. Görün necə gözəl, bir-birindən gözəl güllər var burada. Hər biri möhtəşəmdirlər. Adam bura girəndə dükana çıxmaq istəmir. Güllərin gözəlliyinə baxın, necə gözəldirlər. Hardasa 20 dəqiqədir buradayam, bu dükandayam. İnanın ki, buradan çıxmaq istəmirəm. Ruhum dincəlir, insan əsəbləri sakitləşir, çox gözəldir. Bu da çox maraqlı bir güldür. İzləyicilərimdən xahiş edirəm ki, mən hansı ki gülün adını bilmirəm, bunu da adını bilmədim. Təbii ki, üzərində qeyd olunmayıb. Adlarını bilən mütləq yazsın. Burada işçilərin, yəni işləri çox olduğu üçün çağırıb hamısının bir-bir qiymətini, adlarını soruşa bilmirəm. Hansının ki üzərində qeyd olunub, adları, qiymətləri olar, sizlər üçün qeyd edirəm. Qalan sizlərə də maraqlı olarsa, mağazanın, yəni dükkanın nömrəsini qeyd edəcəm və ünvanı da qeyd edəcəm. Sizlər də baş çəkə bilərsiniz. Baxın, buna da ilk dəfədir rast gəlirəm. Görün bunun adı qeyd olunub mu, yoxsa yox. Belə bir, görürsünüz, güldür, fərqlidir. Mikado yazılıb üzərində. Yəqin ki, adı Mikadodur. Maraqlıdır və fərqli bir güldür bu da. Baxın, qiyməti də burada qeyd olunub, 10 manatdır. Bu gülün də rəngi çox gözəldir. Buna baxanda sanki bu kauçukdandır, amma təbii güldür. Görün necə gözəldir. Sanki bir toxunub, rəssam işləyib belə bir güldür. Çox gözəldir həddindən artıq. Möhtəşəm bir güldür. Bu
gül də marağımı çəkdi. İlk görəndə elə bildim ki, pomidordur üzərində olanlar. Burada soruşdum, dedilər yox, bu pomidor deyil, yəni yeməli pomidor deyillər bunlar. Birini çıxarım sizlərə göstərmək istəyirəm buradan. Meyvəsi. Üzərində belə pomidora oxşar meyvələri var. Baxın, bunu göstərəcəm sizlərə. Sanki pomidordur görürsünüz, amma soruşdum, deyildi ki, yəni bu yeməli pomidor deyil. Bunun adını görüm, adı nədir? Baxın, adı da üzərində qeyd olunub, solanum. Yəni bunun da adı belədir. Amma qiymət üzərində yoxdur. Bu da maraqlıdır. Bu da həyətdə əkmək üçün, kimin ki həyət evi var, həyətdə əkmək üçün dekorativ, həmişə yaşıl ağacıdır, çox gözəldir. Baxın, bunlar da sanki kauçukdular. Amma əslində təbii güldülər. Bunun adında baxın burada. Baxın, yazılıb burada Kikos Revoluta. Yəni adı da belədir. Bu da küknara oxşuyur. Həyətdə əkmək üçün çox gözəldir bu da. Bu 15 manatdır. Görürsünüz necə gözəldir. Kimin ki həyətində yaxşı torpağı yoxdur, baxın belə iri nehrəyə oxşar qablar var. Bu qabların içərisində də əkə bilərsiniz. Baxın, burada da boşluq var, bunu da göstərəm sizə. Çox yekədir, çox iridir, ağırdır, nehrəyə oxşayır. Bunların içində belə əkə bilərsiniz. İnanın, bayaqdan buradan elə gözəl bir ətr gəlir. Mən də deyirəm, nəyin ətridir? Yaxınlaşanda gördüm ki, həqiqətən də bu ağacın ətridir. Bilmirəm dəqiq nə ağacıdır, amma bunun çiçəklərini mən bənzətdim. Uşaq vaxtı belə bir çiçək olan, belə orta hissəsində sarı bir olurdu çiçəyi. Onun bir suyunu içirdi uşaq vaxtı, belə şirin təhər olurdu. Mən ona bənzətdim, amma məncə o deyil. Çox gözəl bir ətri gəlir, sanki ətri vurmursam. Qoxusu büyüyüb bayaqdan bu yanları, çox qəşəngdir. Dairə formada bir gül də var. Deməli, adı yazılıb burada Purple Splendor. Özü də bənövşəyi rəngdə belə şəkildə gördüyünüz kimi qəşəng güllər açır. Baxın, orada bəzilərində güllər açılır. Eyni güldür bu. Burada güllər açır. Görürsünüz, baxın, hamısı belə qəşəng bənövşəyi rəngdə güllər açır. Görün necə gözəldir. Çox qəşəngdir bu. Həyətdə də əkməyə, yəni həyət eviniz varsa, baxın, belə bir-birindən gözəl, çox gözəl güllər var, rəngbərəng. Alıb əkə bilərsiniz. Bu rəngi mən daha çox bəyəndim. Bunun rəngi çox gözəldir, baxın, necə qəşəngdir. Mandalina ağacı da var, üzərində görürsünüz, belə kiçik ölçüdə mandalinlər də var. Onu da alıb əkə bilərsiniz həyət eviniz varsa. Belə rəngləri məni cəlb edən güllər var burada, çox gözəldirlər. Baxın, necə gözəldirlər var. Baxın, belə 2 manat 50 qəpiyə, orada güllər var, həyət gülləri. Bunlar 2 manat 50 qəpiydir. Sonra oradakılar, onlar 2 manatdır. Və o tərəfdəki yaşıllar da 2 manatdır, bunlar 4 manatdır. Baxın, bunlar 4 manatdır. Və bunlar da yenə də 2 manatdır. Öz qiyməti də üzərində qeyd olunur. Bunlar da 2 manatdırlar. Gül dükanının içərisində bir bölmədə də bu cür belə saxsıdan, şüşədən, dəmirdən gül qabları da var. Baxın, belə saxsıdan, burada gül qablar da var, 10 manatdır. Baxın, 10 manat içərisində qiyməti də yazılıb. Bu da eyni dükandır, digər bölməsində belə baxın. İlli, xırdalı, baxın, belə saxsı qablar da var, naxışlı. Çox qəşənglər bu, irisidir, yer ölçüdədir. Biraz belə kiçiyi də var, sonra burada bax belə qara naxışlarla olan da var. Belə bir şeylər də var. Belə dəmirdən gül qablar da var, bunların sınma ehtimalı yoxdur. Bu da dəmirdən naxışdır. Bu iridir artıq. Saxsı da bu, beləsi də var. Bu saxsıdır. Burada da var. Cürbəcür gül qablar var. Ölçülər də müxtəlifdir. Belə də var, bunun altın nərbəkisi də var.
Baxın, burada müxtəlif ölçüdə görürsünüz, belə saxsı qablar, gül qabları da var. Dizaynları da hamısı fərqlidir. Baxın, belə bu cür var, belə elli var. Hər cürə var. Baxın, belə gül qabları da var. Baxın, belə bir maraqlı gül qabı da var burada. Sonra yuxarıda da var. Bağ evi olanlar, yəni belə gül sevənlər buradan cürbəcür gül qabları da əldə edə bilərsiniz. İşıqlanma bir qədər zəifdir burada. Görün necə gözəldirlər. Baxın, gül qabları qoymaq üçün belə bir qab da var. Çox qəşəngdirlər. Dükkanın çölündə gördüyünüz kimi baxın, bu cür belə hündür, möhtəşəm İran xurması ağacları və palma ağacları da var. Mücizəsinə qurban olmuşsan ki, bu güllərin bu kənar hissələrini elə bil ki, qələmlə işləmsən. Görün necə gözəldirlər. Onu da qeyd edim ki, dəyərli izləyicilərim, deməli burada olan güllərin satışı hamısı qiymətləri topdan satış qiymətinədir. Yəni başqa yerlərdə bu qiymətə ala bilməzsiniz. Ünvanı da sizlər üçün qeyd edəcəm, nömrələri də qeyd edəcəm. Kim istəsə buradan yaxınlaşıb istədiyiniz ev gülləri olsun, həyətdə əkmək üçün güllər olsun, hamısını əldə edə bilərsiniz. Sizlərlə sağollaşıram. Yeni videolarda, yeni vloglarda görüşmək ümidi ilə videomuzu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.